Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Velhamdülillahi rabbil alamin ve salatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tayyibin tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Biz dedik ki, müsannifin rəyində budur ki, siğə-i əmr, heyət əmr mənası inşaül ba'th, yəni bir şeyə göndərməyə, bir feilin dalınca göndərməyə, onu çöldə icad eləməyə, təhrik eləməkdir, göndərməkdir. Yəni vaxt ki deyir ki idrib, yəni demək istəyir ki, səni göndərir o vurmaq feilin çöldə icad edirsən, yaradasın. Düz. Sual. Hələ ki burada söhbətimiz, mövzumuz gəlib çıxmadı. O siğə-i əmr vücubdur, müstəhəbdir, o çıxmadı. Deyir, aha. Müsənnif deyir ki, bu vacibli ya müstəhəbli siğə-i əmrin mənasına aiddir. Biz onu başqa yerdən başa düşürük. Yəni mənasına aiddir. Yazılsa deyirik ki, bəziləri demişlər ki, siğə-i əmrin mənası lüğətdə belə vəz olunub ki, vücuba dəvət edir. Ya müstəhəbbə dəvət edir. Müsənnif demiş ki, yox, siğə-i əmrin mənası bəhsdir, yəni göndərmək, irsal eləmək, təhrik mənasındadır. Onu inşa eləmək. Mənası, lüğətli mənası deyil bu. Vücub, müstəhəb. Bəs necə başa düşür? Yox. Deyir, vücubluğu ya müstəhəb başqa xarici amillə başa düşürük. Necə? Gəlir yavaş-yavaş. Deyir, elə ki, Mövla ilə əbd söhbət edirsə, əgər Mövla tərəfindən əbdinə əmr gəlirsə, siğə-i əmrdən, sən burada ağıl deyir və uqala, ağıl sahiblərlə ki, sən burada, belə deyək, loru edilsə, söhbətdən qaçmaq üçün, yəni ona qulaq asmamaq üçün, əlində bir dəlilin olmalıdır, sənə zamin olmalı ki, bu dəlil ki, Mövla bu sənə ciddi şəkildə bunu səndən istəmir. Məsələn, fərz edək ki, mən sizin ağacam, sən də mənim əbdimsən. Mən sənə deyəm ki, su gətir. Ehtini bilma. Sənə deyəm, su gətirməlisin. Siğə əmr var da burada. Düzdür. Deyir ki, bunlar deyirlər ki, ehtinidə ki var, if'il söhbəti ki var burada. Burada mənası təhrik eləməkdir, göndərməkdir o feilin dalıcı. Amma vücub müstəhəbliyi başqa amillər. Necə başa düşür? Deyir ki, Mövla baxır ki, bu mənim ağamdır. Mövla deyir, əbd baxır ki, bu mənim ağamdır. Bu mənə bir şeyi əmr edir. Bu vacib də ola bilər, müstəhəb də ola bilər. Amma ehtimal verim ki, bu müstəhəbdir, bu kifayət eləmir. Bu mənim boynumda, bu mənə zəmanət vermir. Zəmanət əldə eləmək üçün gərək mənim bir dənə əlimdə tutarlı dəlil olsun ki, bu vacib deyil. Ona görə ağlım hökm edir ki, gərək eləyəm. Ona görə ehtiyatı vacib deyil. Yox, o başqa mövzudur. Ehtiyatı vacib səbəb başqa söhbətdir. Onlar dayanışacaq. İnşallah vaxt onu deyir, niyə imiş deyir, ehtiyatı vacib sözlərini deyirlər. Bəzən deyirlər, ehtiyatı lazım deyir. Bəzən ehtiyatı vacib yox, başqa söhbət. Bəs onda vaciblik ki var, gərək biz gedək onun dalıca, ağıl hökm edir. Ağıl, lüğətdəki mənasıdır. Ağıl deyir ki, sənin Mövlan sənə əmr edirsə və ortada da sənin canını qurtarmağa bir dəlil, qərinə, zat yoxsa ki, səndən tələbi vacib hətta deyilsə, ağıl deyir ki, özünü qorumaq üçün iqabdan, əzabdan, cəzadan bu şükür. Ona ağıl deyir. Başqa lüğəti mənasıdır ağıl. Başqa dinləndirsək, siğə-i əmrin məntiqi dinlən. Dəlalət-i mütabiqisi inşa-ül ba'thdir. Dəlalət-i mütabiqisi. Dəlalət-i iltizamisi həmin o inşa-ı ba'thın vücub olmasıdır. Dəlalət-i iltizamisi əqlin hökmü ilə. Ağıl deyir ki, bir kəs ki məndən böyükdür, bir kəs ki mənim Rəbbimdir, bir kəs ki mənim ağamdır, mən gərək onun haqqını gərək əda edəyəm. Haqqın ədanın ən kamil forması o işi gərək yerinə getirməkdir. Gərək. Gərəkli olmamaq üçün gərək bir dəlil olsun, qərinə olsun. Qərinə məsələn belə ola bilər. Sənə fərz ki, Mövla deyir ki, ağa Seyid, etini bilmə, sonra deyir, in şiitə. Su gətir, sonra deyir, əgər istəsən. İn şiitədən başa düşürük ki, bu iş tövsiyə olunur, vacib deyil. Amma qərinə olmur, sənə deyirəm, Mövla ki, imam əyləşir, sən ki, etini bilmə. Sən deyirsən, bunun lüğəvi mənası budur ki, lüğəvi mənası. Yəni, lüğətdə mənası budur ki, Mövla məni göndərir, su gətirmək feilini icad eləmək üçün olsun. Bu lüğəti mənasıdır. Amma su gətirmək feili vacibdir yoxsa yox, üçün o mənim Mövlamdır. Ehtimal kifayət eləmir, bəlkə vacibdir. Bəlkə gərək əmin olasan ki,
vacib, döylə gərək əmin olasan. O haqqı əda eləmək üçün, özü belə deyək, iqabdan, əzabdan qorumaq üçün, yəni məsələn, o şey gərək yerinə yetirəsən. Bəs xülasə deyək, öz başımızı ağrıtmayaq, siğə əmrin mütabiqi mənası, o lüğəvi mənası inşa-ül bəhsdir, yəni o şeyə dalıca göndərməyi inşa eləməkdir. Amma dəlalət-i iltizam isə əqli olan mənası, yəni ağıl başa düşür, ağıl sahibləri başa düşür ki, bu iş vacibdir gərək yerinə yetirəsən. Məgər ki, qərinə bir dəlil olsun ki, qəti olaraq ki, lazım deyil. Bu şey, əl-məbətə sanidir. Oxuyub. Vucubu kənara qoymaq üçün bizə qərinə lazım. Aferin. Əgər Mövladırsa, sənin başçısındırsa, siğə-i əmrindən gəlsə, bu qədər 100% ki, səni göndərir bir iş də alacaq. Bu ucu məlumdur. İstəyir ki, bu işi sənə yerinə yetirəsən. Sual, bu işi yerinə yetirmək mənə vacibdir, yoxsa yox? Bu iki haldan qıraqdır ki, ya vacibdir, ya vacibdir. Çün qarşı tərəf Mövladır, çün qarşı tərəf sənin ağandır, hə? Gərək işi tərk eləməyə əlində gərək dəlil olsun. İşi tərk eləmək, yəni müstəhəbdir də. Tərk eləmək dəlil olmasa deyəcək inşallah bəs. Yəni işi tərk eləmək, yəni çünki gərək işi yerinə yetirmək ki, gərək deyil. Gərək deyilsin, gərək əlində bir dəlil tutarlı əldə olsun. Dəlilin varsa heç. Dəlilin yoxdursa, ağıl sahibləri və ağlımızdır ki, gərək onu yerinə yetirək ki, ta ki özümüzü amanda saxlayaq. Buyurun. Mətn oxuyun, mətn diqqət edin. Əl-məbhəthü-thani dəlalətü heyətil əmr ələl-vücub. Adətən sizə dedim də, fəslin başında müsənnif öz nəzərin yazır. Zaten demişəm bunu. İkinci məbhəs budur ki, siğə-i əmr, həmin o heyəti əmrin nəyə dəlalət etməsi? Vücuba dəlalət etməsi bəsidir. Fəqət ərəfdə, ağa Seyd, bu ərəfdə səndən danışır. Fəqət ərəfdə bildin ki, ənnə heyətə ifəl, diqqət edin, ifəl misaldır ya. Əfil də ola bilər, uful da ola bilər, hər şey. Yəni siğə-i əmr. Siğə-i əmr hamısı. Ənnə heyətə ifəl mövzuətun li inşa-il bəs. Qabaqda oxudun ki, siğə-i əmrin mənası, mövzuətun, yəni vəz olunmuş mənası, yəni həqiqi mənası inşa-il bəsdir. Bir şeyi dalıca göndərməyi inşa eləmək üçündür. Bunu oxuduq. Mənası odur. Lüğətdir. Lüğəvi mənası. İnşa-ül bəs. Aferin, inşa-il bəs. Bəs yəni burada göndərmək. O ki, deyirlər, Peyğəmbər məbus olub, məbəs bayramında, yəni göndərmək günü, yəni göndərilmişdir. Xulasa. Və ənnaha, yəni bu həmin heyət-i əmir, leysət mövduətən lil-vücub vələn nədim. Orada bir dənə qol var idi, qail var idi. Yazlar deyirdilər, bəzilər deyirlər ki, vəz onlu vücubsun, bəzilər nədibsin, dedik ki, bəzi əhli sünnət deyir ki, müstəhəbsin, bəzilər. Deyir ki, biz orada deyirik, bunlar deyil. Leysət dediyim leysət. Leysət siğə-i əmr, yəni heyət-i if'al mövduətən lil-vücub vəla lin-nədib. Aydındır? Ənnaha hara qədir deməli? Nədib yəni müstəhəbdir, istihbab. Harançı ağacan? Ənnaha hara qədir? Ənə heyətəl if'al yəni. Ənnaha leysət. Ənə heyətəl if'al, yəni həmin siğə if'al. Leysət, həmin dəki o hiyə qaydır, haya, hada qaydır heyət-i if'ala. İsmi qaydır, haya. Yəni məqsədə həmin heyət-i if'aldır. Mən tələffüz eləyəndə o şeyin özünü deyirəm, o təmirin özünü deyirəm, belə deyirəm. Deyirəm, leysət heyətəl if'al, yəni hiyə qaydır ora. Ondur məqsəd, mövduətən lil-vücub və lin-nədib. Bunun qabaqda deyəcək, o qəzəl olmuş. Vəla lin-nədib. Və ənnəhuma xarican, ənnəhuma yəni həmin o nədib vəl-vücub xaricdir ən mədlul heyə. Mədlul yəni məna heyə. Həmin siğə-i əmrin mənasından xaric olan bir mövzudur. Vacibli, yəni müstəhəbli siğə-i əmrin mənasında deyil bunun nəzərində. Və məzalik, amma bununla yanaşı, o deməkdir ki, biz vacibliyi başa düşmürük, ya müstəbliyi başa düşmürük. Başqa şeylə başa düşürük, amma lüğəvi mənası ilə deyil. Burasın seyir. Hunakə bəhsun axar. Burada bir dənə digər bir bəhs var ki, və huvə o da budur ki, bu huvə qaydır bəhsə axara. Ənəhu, hu şəndir. La işqalə fi lüzum imtithal əmril mevla İza ulimə ənəhu
yatlub ala vəchil lüzum. Deyir ki, o da şən budur ki, bu cürədə mətləb budur ki, işgal yoxdur ki, şək şübhə yoxdur ki, Mövlanın əmrin itaət eləmək, imtisal eləmək, yəni yerinə yetirmək lazımdır. Burada şək yoxdur. Haça vaxtdır ki, bilsək ki, Mövla bizdən lüzum həddində, vacib həddində bizdən tələb edir. Məsələn, fərz elə ki, İmam sənə deyir ki, ağa Seyid, get mən üçün su gətir. Tez ol, təcilidir, suzdan yanıram. Lazımdır mənə, su gətir. Burada artıq qərinələr var ki, məlum ki, imama su gətirmək vacibdir, şək yoxdur. Bunun ki, işimiz, bunu deyəcək ki, bu bizim bəhsimiz deyil. Bəhsimiz odur ki, qərinə yoxdur. İmam sadəcə sənə nə deyir? Etini bilməz, su gətir. İstəyir bunu bəhs edək. Burada nə mənasını verir? Və illə qərinə olsa vacibə, o qərinəyə tabi, əlamətə. Qərinə olsa müstəhəbədə, o qərinəyə tabi. Ümumiyyətlə, usulun xüsusən əlfaz bəhsləri qərinə olmayan yerləri bəhs edir. Və illə qərinə olan bəhs edirsə, mən bəhs lazım bir şey. Fikirləş, açıq-aşkar ayə, açıq-aşkar yazıb ki, rivayət yazıb ki, vacibdir, yox müstəhəbdir. Qeyd edilib orada. Nəyə lazımdır ki, mən xüsusi bir dənə elm oxuyum, qayda oxuyum. Qayda həmişə şəkki həll eləmək üçündür. Qayda səhətdə saxlayın. Həmişə şəkki həll eləmək üçündür. Yaxşı. Deyir, şək yoxdur ki, o ki, Mövladır, onun əmrinə imtisal eləmək, yerinə yetirmək, itaat eləmək gərək olsun, vacibdir. Haçan ki, o vaxt ki, tələb eləsə, Mövla bizdən nə həddində əlavvəçil lüzum, lüzum həddində bizi tələb eləsə. Bu, məlum olsa, bilinsə. Kəlam bəhs oradadır, amma bəhs buradadır. Və innəməl kəlam fīmā izā ləm yu'ləm fəhəl yəcibu imtisaluhu əv la. Kəlam, söhbət, bəhs yalnız buradadır ki, əgər işdi bilinməsə, aya vacibdir imtisaluhu, imtisal əmr-i Mövla vacibdir yoxsa yox, bilinmir, bir də qərinə yoxdur, boş deyib ki, etini bilmez, deyib etini bilmez, bilinmir. Bəhsimiz buradadır, bunun üçün deyirik ki, binanı nəyə qoyaq? Vücub götürək yoxsa müstəhəb? Əl-haq huvəl əvvəl. Haqq budur ki, birincidir. Seyid demişdim keçən səfər, əvvəli nətər qaytarırlar? Vəl-haqqu huvəl əvvəl. Deyir, haqq budur birincidir. Birinci hansıdır? Natiq birinci hansıdır orada? Deyir, haqq budur ki, birincidir. Vəl-haqqu huvəl əvvəl. Haqq nədir bəs burada? Yazda deyim ki, həmişə ibarənin sonuna baxın, bitəndə nə olur? Vücub avla. O heç. Sonra deyir ki, aya görəsəm imtisalı vacibdir, yoxsa yox. Yəni burada iki dənə rəy var. Biri vücubdur, biri də qeyri-vücub. Biri haqq budur, o birincidir. Birinci yəni nə? Vücub. Aferin. Yəni huvana qaytaran vücuba. Yəni desə qərinəsiz vacibdir ki, rəy budur ki, 12 yerə yetmir. Amma yox, bəhs buradadır elə. Qərinə olmayanda vacibdir, yoxsa yox. Müsənnifdir ki, mənim rəyim budur ki, qərinə olmasa, imam boş desə ki, gətir su, vacibdir bunu yerinə yetirmək. Haqq əvvəl deyil, haqq birincidir. Burada qərinə olsa, yoxsa qərinə olmasa? Qərinə olmasa, qərinə olsa deyə bilməz ki, birincidir. Biliyorsun, qərinə var, müstəbli çatdırır. Orada sən deyəcək ki, vücubdur. Bildim, qərinə olmasa necə haqq birinci olur? Ağacan, imam gəlib sənə deyir, su gətir. Qeyd eləməyib, vacibdir, vacib deyil, qeyd eləməyib, qərinə yoxdur. İndi biz imamın dediyi bu əmri nəyə yozaq? Vacibə yozaq, yoxsa qeyri-vacibə yozaq? Nəyə yozaq? Qalmış o da belə. Müsənnifdir ki, mənim rəyim burada, budur ki, vacibə yozaq. Niyə indi dəlilin deyir? Niyə mənim? Bu əl-haq vəl-əvvəl müsənnifin sözüdür. Müsənnifin rəyidir. Əl-haq yəni mənim rəyim budur. Ki, vacib. Vacib. Qərinəsiz gətirsin. Qərinə. Valla qərinə olsa biz qərinəyə tabeyik. Qərinə nədirsə odur. Qərinə vaziyətdir. Qərinəyə tabeyik. Qərinə olsa, qərinə şöyle müstəhəb də deyə bilər. Qeyri-vacib. Qərinəsi vacib. Rəy bu ki, qərinəsi vacib. Necə? Deyir. Li'annəl əqlə yəhkum biluzum təhsilil müəmmin fi dairətil məvləviyyə vəl-ubudiyyə. Çünki ağıl hökm eləyir. Ya da haçan desələr ağıl hökm eləyir, əslində bu təsamuhdur. Yəni diqqətsizlikdir, amma mütəarifdir. Ağıl heç vaxt hökm eləmir. Ağıl həmişə dərk eləyir. Yəhkum yəni dərk eləyir. Çünki ağıl dərk eləyir ki, hökm demir. Dərk eləyir ki, ağılın ilk işi idrakdır, hökm deyil. Çünki ağıl dərk eləyir ki, burada yəhkum yəni dərk mənasındadır. Ağıl dərk eləyir ki, əbdlə, yəni bəndəçiliklə
belə deyək, rəbçilik arasında, ağaçılıq arasında olan dairədə, rabitədə, həmin o dairədə nə qədər ki bəndəçiliklə rəbçilik olan dairədə gərək sən bir müəmmin ələ gətirəsən. Müəmmin yəni nə? Yəni sənə Əmin verən. bir şey ki əmnamanlıq verir, zəmanət verir. Onu gərək əldə edəsən. Məsələn, Moğla sənə dedi ki, su gətir. Moğla ilə əbdin arasında olan əlaqədən sən orada... Dairədə. Dairə yəni vaxt ki Moğla sənə bir söz deyir, sən Moğla ilə bir söz söhbət edirsən, birdən Moğla sənə bir dənə söz desə, sən bunun sözündən tələb başa düşəsən, ya qeyri tələb başa düşəsən, ilaxə gərək bir şey əlində səni əmnamanlıqda saxlayan, gərək bir şey olsun. Vacib olur. Ən yaxşı yolu vacibdir. Ged elə də. Uzaq başı deyəcək ki, vacib deyildi, səndən istəmirdim. Sənə buradakı bir şey olmur ki. Aydın oldu? Ağıl bunu dərk edir. Bəs ağıl dərk edir ki, lazımdır, nə lazımdır? Müəmmin, yəni sənə əmnamanlıq verə bilən bir şeyi təhsil etmək, ələ gətirmək lazımdır. Harda? Bəndə ilə əbdin arasında olan münasibətdə. Dairə yəni münasibət. Dairə də münasibət. Çərçivəsində, çərçivə. Və la yəsihhu tərkul mə'mur bihi bimücərrəd ihtimal ən yəkuna talabu talaban nədviyyə. Bəs düzgün deyil mə'murun bihi tərk eləmək. Mə'murun bihi həmin o şey ki, sənə əmr olunub var. Məsələn, suyu gətirmək. Düzgün deyil. Tərk eləmək o mə'murun bihi, həmin o suyu gətirmək sənə yalnız ehtimal eləyəsən ki, ola bilsən tələbindən məqsəd nədbidir. Yəni müstəhəbbidir. Sırf ehtimal verdin də sən. Sən sırf ehtimal verdin. Desin ki, məndən vacibdir, yoxsa ehtimal da var, müstəhəb olsun. Bir ehtimal kifayət eləmir. Gərək biləsən ki, vacibdir, sonra getməsən. Aydın oldu? Və hada ma yu'abbara anhu fi sirətil uqala. Bu o şeydir ki, ondan təbir olunur, deyilir. Uqalanın, aqil insanların rəftarlarında nə deyirlər ona? Bi ənə tərkəl mə'mur bihi labudda ən yustənədə ilə udrin qati'in. Yoxdur sizdə? Bir də deyim, yoxdur sizdə bunlar? Və hada və la yəsihu və səhihdir ki, mə'murun bihi tərk eləmək. Mə'murun bihi həmin məsələn suyu gətirmək. Tərk eləmək, yalnız sən bimücərrəd etmə, yəni bimücərrəd ki, ehtimal konu, farsça demişək. Yəni ehtimal eləsən elə ani elə ehtimal eləyəsən ki, ağa, bu tələb ki var Moğla tərəfindən, tələbin nədbidir. Bu ehtimal kifayət eləmir ki, sən ehtimal verəsən nədbini, deyəsən ki, mən eləmirəm. Görək, yəqin olsun. Və hava bu o şeydir ki, təbir olunur, deyilir, o şeydən hu qaydırmaya fi sirətil uqala, yəni aqil insan. Bəli? Tuayyidəhu yazılır bizdə. Və tuayyiduhu. Ola bilsin. Təyid eləyir bunu, sirə uqala yazıb sizdə. Həmin aqil insanların rəftarları. Sirə yəni rəftarları burada təyid edir ki, nəyi? Belə ardı var biyənlə tərk. O surə uqalada söyləyəm, əla ənə tərəkəl mə'mur bi labudda ən. Əla. Belə də aqil insanların rəftarı təyid edir, təsdiq edir ki, mə'murun bihi ki, tərk eləmək üçün bənabər tərkərdən mə'murun bih, belə deyək, o sənə əmr olunan şeyi tərk eləmək üçün gərək nəyin olsun? Labudda ən yustənət ilə udrin qati'in. Gərək istinad verilsin, əmri şeyə, üzrü qati'in olmalıdır. Yəni üzrü ki, yəqin olan üzrün olmalıdır əlində. İmam ağzından mənə dedi ki, lazım şeydir, ürəyin istəyir. Və elə ehtimal kifayət eləmir ki, o mə'murun bihi eləməmək üçün, tərk eləmək üçün ehtimal kifayət eləmir. Bəlkə yəqin eləməlisən ki, imam üçün vacibdir. Yəni üzrü qati, yəni üzr ki, qətidir, qəti bir üzrə ehtiyac var. Və tuayyiduhu, zəmin hu qadir vacibədə eləmir. Tuayyiduhu? Tuayyiduhu həmin bu şeyi. Vacib da. Yox, ədəm-i səhhəti tərkil mə'murun bihi. Yəni biluzum təhsilil müəmmin. Hamısı eyni mənadır. Yəni təyid eləyir bunu, təyid eləyir
nə yazıb? Tuayyiduhu. Tuvayyiduhu yoxsa tuayyiduhu sirəti Bəli, təyid edilir bu sözü. Bu söz hansı? O ki, ityan eləmək vacibdir. Yaxud da əmnə müəmmini ələ getmək. Ləfsi olaraq elə ləfsə qaytarmasın ki, o gərək ibarədə olsun. Ona elə qaytarasan. Yaxşı. Fəxərəcnə bin nəticə ət-taliyə. Bəs onda biz qarşıda gələn olan... Hə? Bizə başqa şeydir. Fələ yəsihbu tərkuhu. İhtimalə ənnə imrəhə ləysə ilzamiyyən fəxərəcnə bin nəticəti taliyə. Onu yuxarıda demişdi, onu təzdən yenə deyir. O yuxarıda demişdi ki, səhihdir tərkə mə'murun bihi bin müzərrədə ehtimal. O yuxarıda bir dəfə demişdi. Onu orada deyib yenə sizə, hə? Sizə yenə deyib ağa, mətn oxuyun, zəhmət olmasa. Bəs onda bunu ki deyir, fəla yəsihi təzdən yuxarıda da bir dənə var idi. Yəsihi. Bəs onda səhihdir ki, tərkuhu, yəni tərki həmin o mə'murun bihi tərk eləmək, bu ehtimalla ki, ənəhu əmrəhu leysə ilzamiyyə. Ehtimal versən ki, onun əmri, yəni o ki, Mevlanın əmri vacibdir, lazımdır. Bu ehtimalla sən onu tərk eləməsən. Gedək, uzri qati olmalıdır. Fəxərəcnə təzə cümlədir. Bəs onda xaric oluruq, bitiririk söhbəti nə ilə? Bir nəticəti taliyə, qabaqda gələn nəticə ilə. Bir, ənəl mədlulul mutabiqi li heyəti ifəl huvə inşail bəth. Ağa, mədlulul mutabiqisi, həqiqi olan mənası siğəy ifəlin, heyəti ifəlin, yəni əmr siğəsinin mənay mutabiqisi, mədlul yəni mənay mutabiqisi nədir? İnşail bəthdir. Düz. Və ikinci nəticə budur ki, vəl-vücub, vəl-lüzum ətfi təfsiridir, eyni mənadır. Vücub sizdə yoxdur belə? Mən qəribə baxsınız ha. Olmadı, diqqət edin. Vəl-vücub, vəl-lüzumul imtisal, vacib və imtisal eləmək, yəni vacib olur. Eyni mənadır da. Mədlulun iltizamiyyun ləha, yəni lihəyəti ifəl. Bir hukmül əql, amma əqlin hökmü ilə, əqlin dərki ilə. Atla vazih oldu? Bu birinci tozuşda yazdı, başına. Harada? Mədlullar mutabiq. Hə, ağacan, deyir ki, bunu biz aldıq ki, nəticə aldıq ki, siğə-i əmrin bir dənə mutabiqi mənası var. Məntiqdə oxumursa mutabiqi mənası nədir? Mutabiqi mənası ki, o ləfsdən başa düşülən məna ki var özündən, onunla uyğun olan məna. Mutabiqi mənası budur ki, ləfsin, mutabiqi, yəni lüğəvi mənası burada. Həqiqi mənası budur ki, həmin inşa-il bəhtdir. Yəni vacibət. Yo. Kulli bəhsidir xaric oldu. Siğə əmrdən qutarırıq burada deyir. Deyir, siğə əmrdən bu nəticə aldı ki, siğə əmrin lüğəvi mənası, həqiqi mənası inşa-il bəsdir. Amma iltizami mənası, yəni ağılla başa düşülən, xaricdən başa düşülən mənası isə həmin lüzumdur, vacibdir ki, o şeyi yerinə yetirəsən. Bəs inşa-il bəhsin lazım olmasın, vacib olmasın, lüğəvi mənada başa düşmürük. Xarici olan bir amillə, dəlalət-i iltizamiyə ilə başa düşürük. Onda həmin inşa-il bəs, həmin lüğətdə olan mənasıdır. Amma vacibdir bu inşa-il bəs yoxsa yox, bunu biz ağılla dərk edirik. Növbəti bəhsimiz çox rahatlı, tez oxunuşa girəcək. Ağacan, biz siğəyi şeylə qutardıq, siğəyi əmrindən qutardıq. Amma görürük ki, Allah Taala bir şeyin vacib olmasını bizə digər olan üslublarla bizə çatdırır. Digər olan yollarla. Məsələn üçün, fe'l-i muzari ilə çatdırır. Sən mənə sual versən, mən də imamam. Mənə sual versən ki, mən cümə quslunun belə aldım, ya zöhr namazını belə qıldım. Nədir hökmüm? Mən sənə deyirəm, tu'idu. Yeniləyəcəksən. Muzaridir. Amma məqsəd orada nədir? Vaciblikdir, əmr mənasındır. Düzdür? Bu sünnədə də var, Quranda da var. Və yaxud da yox, siğə-i əmrlə deyir, kəlmə başqa şeydir. Kutibə aleykumus-siyam. Kutibə, yazılmışdır sizə. Yəni vacibdir. Başlaşdın? Ya furidə, fərz olunmuşdur. Bundan gəlir bəzən vaciblik bizə başa düşür. Bəzən yox, bizim üzərimizə qoymaqdır. Lillahi alən-nasi hicci. Beyt məsələn üçün. Allah üçün insanların boynunda nə var? Mədinəyə, Məkkəyə gedib orada var, həc var. Yəni insanların boynuna qoyur. Bu cürə də bəzən başa düşülür. Bu Quranda da var, sünnədə də var. Amma hər bir halda hamısında əmr ki olsa, siğə-i əmr olsa, onun mənası bəsdir. İnşa-il bəsdir.
Sadəcə müxtəlif olan hədəflərlə və məqsədlərlə. Vacib yoxsa? Bəli. İndi burada da gəlir, burada həmin şeydir. Buradakı var cümləyi xəbəriyyədir. Deyirsən tuidu, yəni iadə edəcəksən, yenidən qalacaqsan. Bunun öz mənasında bir şeydən xəbər verir. Amma məqsəd boynuva təklif qoymaqdır. Hədəf dahi ən gözəl. Oxuyur mətni işləyir, tutarlı mətləb, asandır. Əl-məbhəsü salis, üçüncü məbhəs, istifadətil vücud min əsalib uxra. İstifadə eləmək, anlamaq, ələ gətirmək vücubu başqa yollarla. Çünki bura qədər biz oxuduq əmərə kəlməsi ilə başa düşürdük nəyi vücubluğu, bir də siğə əmrlə. İndi başqa yollar var ki? Yəni rahat yollar. Yəni ki, üslublar da yollar. Misal, İnnə lil-Qur'an və sünnətə əsalibu uxra fi bəyanil vücub vəl-ilzam. Qeyrə siğətil əmr. Qur'an-ı Kərim üçün və sünnət üçün yollar, yəni üslublar var ki, vücub və ilzamı bəyan etmək üçün. Amma bu vücub və bəyan etmək üçün yollar siğə-i əmrizat deyil, başqa yollardır. Aydındır bunlar. Bunlar çox sadə, elə bir ki, eyni yazımızda yazıb. Vücub da eyni məna deyil. Vücub, lüzub eyni mənadır. Bəli. Fətarətən yuəbbər ənhu biləfsil fərd. Bəzən təbir olur həmin o vücub və lüzumdan. Ənhu ara qaydır, vücub və lüzumdan. Ləfs-i fərzlə, bəzən kitabə sözü ilə, kutibə aleykum, gələcək, misallar vuracaq. Misli qovluhu subhana, qəd fəradallahu ləkum təhillətə əymanikum. Allah Teala sizə fərz eləyib, yəni vacib eləyib, öz andlarınızı pozasız. Pozmağın şərtləri var, ona görə deyir. Əlbəttə ki, pozsan, orada da şey verəcəksin, yəni kəffara verəcəksin. Bu bir. Burada məhəlli bəs nədir? Bu da fərəzə kəlməsidir. Fərəzə, yəni vəcəbə aleykum. Mən hardan başa düşdüm vacib? Fərəzə kəlməsindən. Vacib əmr deyil. Elə onu istəyir, elə onu deyəydi. Deyir ki, biz bu günə kimi əmri oxumuşuq. Allah Teala bəzən bir şeyi sənə çatdırmaq üçün ki, bu şey sənə vacibdir. Əmr siğəsindən istifadə etmir. Başqa kəlmələrdən, başqa siğalardan istifadə edir. Biri də nədir? Kəlmə-i fərazdır. Fəraz. Bu fərzə lüğətdə vacib, görəcək ki, bu fərəzə vacib mənasındadır lüğətdə. Vacibdir, bəli. Sən bunu bir dənə tərcümə elə. Allah Teala vacib etdi. Təhqiq fərz. Fərz kərd yanına. Fərz edir yanına. Lüğəti açsa görürsən fərzin mənası lüğətdə nədir? Vacib. Sünnilərdə var, türk Kur'anlarında deyir ki, bu şey sənin üçün farzdır. Farz yəni vacibdir. Farz sözün mənası şeydir. Namazı fərizədir bu. Bəli. Həmin sözdür. Qad faradallahu lakum tahillata ayman. Tahill yəni pozma. Ayman yəni kəlmə ki var ha. Anda ərəb nə deyirlər? Yəmin. Ayman da onun cəmidir. Yaxşı. O burası ayə. Kutibə aleykumus siyam. Yazıldı sizin üçün nə? Oruçluq. Oruçluq yəni vacibdir yəni. Oruç tutmaq ya. Sonra və qalə innəs salate kanət aləl mu'mininə kitaben mevquta. Həmin sözü misal vurur. Həqiqətən də namaz möminlər üçün müəyyən bir vaxtda yazılmış olan bir şey nədir? Fərzdir belə deyə, vacibatdır. Həmin o kitab mənasında. Kutibə ki, bu da lüğətdə vacib mənasına gəlir. Mən sənə misal vururum. Bunu boşda. Bir dəfə deyirəm ki, Allah sənə vacib elədi. Bu məhsul feildir, yoxsa məlum feildir? Məlum. Aferin. Bir dəfə deyirəm ki, ağa amil sənə vacib edildi. Məhsul feildir, məlum feildir. Nə fərqi olur? Məhsul olsa var. Kutibə yazıldı sizə. Yazıldı. Yəni məlum ki, kim tərəfindən? Allah tərəfindən. Prosta yazıldı sizə. Dedim də bizim məhəllə bəhsimiz odur ki. Kutibə, bəli, kətəbə sözüdür. Kətəbə sözü lüğətdə vacib mənasına gəlir. Bir dənə mənası odur da. Mən sənə deyirəm ki, neçə mənası var lüğətdə? Kutub nə qədər mənası var? Hardan biləcək vacib mənası? Lütçeylə baxadırsan ora kətəbə şey olmaz, yazmaq olmayacaq ki. Amin, gəl sənə yazmıram ki. Sənə yazıldı, yəni sənə vacib edildi. Bəlkə müstəhəb mənası gəlir burada. Kutibə ilə. Bildim də, yəni mən deməzsəm kutibən bilirsən mənası. Bu da ona deyir də. Müstəhəbi də yoxsa vacib? Bizim bəhsimizin adı nədir? Bizim bəhsimizin adı budur ki, siğə-i əmrdən başqa olan yollar ki, vacibliyi çatdırır yalnız. Biri fərz kəlməsi deyəndə vacibliyi çatdırır. Biri kətəbə kəlməsidir ki, vacibliyi verir, çatdırır. Biri öhdəyə qoymaq, ələ
Ələydir ki, vaciblik çatdırır, onunla da. Bəlkə müstəhəbliyə sənin dəlilin olmalı. Bunlar hamısı vacib çatdırır. Mən sənə deyirəm ki, sən üçün bunu yazılıb bu. Yazılıb yəni nə? Vacibə bir dəlilimiz olmalı. Kəlimə ona dəlalət edir də. Deyir sən üçün yazılıb, yəni sənin boynuna qoyulub. Ağacan, yo, diqqət elə. Deyirəm sən üçün yazılıb, yəni sənin boynuna qoyulub. Boynuna qoyulub yəni nə? Sən onu tərk edə bilməzsən də. Tərk edə bilməzsən yəni vacibdir də. Beri götürək ki, bir dəqiqə. Bu cümləyə bax. Mən deyirəm Seyid, bu iş sənin boynuna qoyulub. Müstəhəbbi tərk eləmə olur yoxsa olur da. Bir şey ki sənin boynuna qoyub, yəni sən onu tərk edə bilmirsən də. Tamam. Müstəhəb vacib. Öncəki bəhsdə nə oxuduq? Belə götürək, yazılıb sizin üçün orucluq. Sənə bu deyildi. İstəyirsiniz tutun, istəyirsiniz tutmayın. Belə bir söz deyilmi? Deməyin. Bəs buradan biz vücubu götürürük. Bundan qabaqki bəhsdə onu oxuduq ki, qərinə yoxsa biz oradan... O siğə-i if'aldə idi. Amma buradakı bəhsdə xüsusi kəlmələr var ki, ürfdə də elə sərahətən ona dəlalət edir. Məncə ki, bir dənə qərinə qoyarlar onun dalına. Sərahətən ona dəlalət edir. Qərinə qoysa işdir dayı. Yaxşı. Və oxra bəzən də yec'alul fi'lə fi uxdatil mükəlləf. Bəzən də yox. Bir dənə hansız feili mükəlləfin öhdəsinə qoymaqla biz olur o vacib. Cümləyə bax. Və lillahi alənnas. Allah üçün insanların üzərində hiccul beyti mən istəta'a ileyhi səbilə. Əgər getməyə qüdrəti və gücü varsa getsin. Aydın oldu? Cəmaatın boynuna qoymaq özü də bu onu tərk eləmərəm ki. Mən sənə deyirəm Seyid, sənin boynundadır ya bu iş. Yəni nə istəsən tərk elə. Yaxşı. Yec'alul fi'lədir, yoxsa fi'lədir? Yec'alul fi'lə. Yəni məsələn Qurandır, yəni Quran qərar verir. Və thalithətən Quran yuxbiru ən vücudu şeyin fil müstəqbəl. Üçüncü dəfə isə, yəni növbəti dəfə isə qərar verir bir şeyin gələcəkdə varlığından, amma müşirən buna işarə eləməklə ki, bil bə'sin naşi ən iradətin əkidə. Amma bunu çatdırır ki, burada iradə və istək var ki, bir şeyin dalıca göndərmə təkidli. Bura bax, Seyid. Bir dəfə sənə deyirəm ki, ağa Amir. Bir dəfə sənə deyirəm ki, borcu ver. Bu əmr siğəsidir. İndi bunu mən fe'li muzari ilə deyirəm gələcək zamanla. Burada təkid daha da çoxdur. Amil, borcu verəcəksən. Hansı daha da təkidlidir? Verəcəksən. Gələcək zamanı deyir ha. Əmr yoxdur da, siğə əmr yoxdur. Fe'li muzaridir də gələcək zaman. Xəbərdir. Amma burada iradə təkid də var bəsə. Yəni duxun çatır yəni vermə. Başa bu cürə mənası. Başa sanki burada hədəf o bəs idi. Orada daha da təkiddir. Ona deyir ki, bəzən də görürük ki, o tarixdən oxuyur. Xəbər verir bir dənə bir şeyin varlığından gələcəkdə. Borcu verəcəksən. Natiq, verəcəksən gələcəkdə. Amma müşirdir, yəni işarə eləyəndir buna ki, çatdırandır buna ki, nəyi? Bilbəs. O bəsə işarə eləyir. Yəni sənə bir işin dalıca göndərməyə işarə eləyir ki, onun da mənşəyi iradə-i əkiddir. İradə əkidə, yəni təkidli olan hədəfdir və iradədir və istəkdir. Yəni sanki bunun arxasında çox şiddətli bir istək dayanır. Bir dənə var Seyid edirəm, Seyid borcumu ver. Hə? Bir dənə Seyid edirəm, Seyid borcumu verəcəksən. Məlum ki, bunun arxasında, bu cümlənin arxasında şiddətli iradə və istək var. Bayaqkindən də şiddətlidir. Mətləb vazifdir. Bu ayə. Vəl-vali vurduğu misal təəmmüllü misaldır, dəqiq deyil misal. Amma biz misal işimiz yoxdur, gözümüzü yumuruq. Vəl-validatu yurdi'nə avladahunna havleyni kamileyn. Validat, yəni həmin o Allahlar. yox, analar, yəni validədir. Valid atadır, validə. Cəmi də validə. Analar, yəni həmin burada məqsəd yurdi'nə 6-cı siğədir fe'l muzarını. Süd verəcəklər öz övladlarına hunna qaydır validata. Havleyni kamil 2 il, havleyni il. 2 il kamil şəkildə. Aydın oldu ağacan? Yəni 24 ay. Aydın oldu ağacan? Misal təəmmüldür. Çünki bizim nə qədər qərinə və dəlillərimiz var ki, burada yurdu inə ki vara süd vermək vacib deyil. Fərz eləsən o qərinə yoxdur, onu biz başa düşürük. Yo, ola bilməz. Yo, bunun qabağında bu ayənin var. Nə qədər hədis var, bir rivayət var. Ağa misalla işin yoxdur, misalda təsamuh olur. Ağa çox bu deyəmə belə ki, olur. Sadədir. Nə? Vazı dağıtı bu ya.
Hədəf onu deyir də ki, bu ayə öz-özündə nəyə dəlalət edir? Təkid var ki, qadınlar hökmən gərək 2 il süd versin. İndi mənə tez sual verəcəksən ki, axı müştəhidlər heç kim bunu vacib bilmir. Ağa, o artıq qərinə varmızdır. Hədis, ayə ki, qərinə varmız ki, gərək bunu izah edir ki, vacib. Niyə ki? Bu söz ki var. Olmur axı, biz demirik ki, həm vacib var, həm də qeyri-vacib. Ağa, diqqət elə. Bir dənə diqqət elə sözlər. Bir dənə bunu saxla, mətni bir dənə oxuyub qutarım, indi onu eləcə izah. Sən aydın məsələdir ki, bəhs o deyil. Səbirlə axıl gələcək. Yaxşı, bura qədər misalımız nə idi? Qurandan idi. Və amma sünnə, amma sünnətə gəldi desə, sünnə yəni hədislər, rivayətlərdə fəqət təvafərət ər-rivayət, yəni çoxluq təşkil edir rivayətlər ən əimməti əhlil beyt əleyhimussalam, nədə? Fi əbvab-ı təharət, təharətin nəyində? Babında, salatın babında və qeyri təharət və salat. Umman qaydı təharət və salata. Necə belə? Yağtasil. Ağa, belə qusul almışam. İmam deyir ki, yağtasil. Qusul alacaq. Yəni, vacib geri alsın da. Yaxud da yu'idus salat. Təkrarlayacaq, namazı iadə eləyəcək. Av yastaqbiləl qiblə. Qibləyə tərəf üzün çevirəcək. İlə axır. Fəl-cümələl xəbəriyyə fi hadihil məvarid. Bu cümlə-i xəbəriyyələr ki var bu mövriddə də görsə, bu cümlə-i bunlar nədir ağa bunlar hamısı? Cümlə-i xəbəriyyə inşa deyir ki, cümlə-i xəbəriyyə hamısı və inustu vavı burada vavı vusliyədir, hərçən ki və inustu millət fi mənahal həqiqi ha qaydır cüməli xəbəriyyə. Hərçən ki bu cüməli xəbəriyyələr öz həqiqi mənasında istifadə olublar. Öz həqiqi mənası yəni nə? Özü deyil. Yəni əl-ixbar ən vücudu şey fil müstəqbəl. Yəni gələcəkdə olan bir şeydən deyiblər bunlar xəbər verirlər də. Qusul alacaqsan, namazı təkrar edəcəksən, gələcəkdən xəbər verir. Amma belə olsa da, amma burada hədəf, əngizə, məqsəd tələb eləməkdir bir şey, başqa şeydir. Lakin, qutardım Seyid, bir dənə cümlə qalır. Lakin bidai tələb vəl-bəsdir. Lakin bu cümlə-i xəbəriyyədə hədəf, tələb və bəhsdir. Yəni hədəf. Dai yəni hədəf, məqsəd. Farsda dillə ona əngizə. Aydın oldu ağacan? Bəs, yəni bir şeyin dalıcı göndərmək. Aydın oldu? Qabaqda da oxudunuz ki, bəsin, hədəf, mədəf, onlar ayrı-ayrı mövzulardır. Vəqət ərəfdə, səndən danış, bu ərəfdə səndən danış. Vəqət ərəfdə bildin ki, Seyid, ənnə bə'thəl Mevla la yutrak bila dəlil. Qabaqda oxudun ki, Mevla sənə bir şeyə bəs edibsə, göndəribsə, sən onu dəlilsiz, üzri qətlisiz tərk eləyə bilməzsən. Bildin ağa Natiq, bu sənə də aiddir ya, tərk eləməyin ha. Aydın oldu? Bura qədər mətləb qutardı. Amma qardaşın sualı ki var necə? Ağa bu təbiidir. Bizim bəhsimiz buradadır ki, biz demək istəyirik ki, bir dənə cümlə gətirir, vücuba dəlalət edir öz-özlüyündə. Öz-özlüyündə yəni nə? Özü-özlüyündə sözün mənası yəni nə deməkdir? Yəni qərinəzad olmasa, qərinədən gözümüzü yumuruq. Öz-özünə cümlə buna dəlalət edir. Düzdür? İndi görürsən ki, ayə gəlir. İmam gəlib deyir ki, ayədən məqsəd orada, ayədən məqsəd vacib deyil. Onu imam dedi sənə, düzdür yoxsa yox? Artıq sənin əlində qərinə var ki, dəlildir ki, o vacibdir. Müştəhid ona görə deyil. Bəzən ayə gəlir, ayə. Aydın oldu. Bizim fərzimiz, afərin, bizim fərzimiz budur ki, çünki biz necə ağacan? Çünki biz necə? Çünki mən ki sənə deyirəm ha, Amil vur. Vurda ehtimal var ki, mən səndən bir şey vacib hətta istəməyim. Buna ehtimal var, amma azdır yoxsa yox? Azdır. Amma qərinə yoxdur. Qərinə olsa da artıq müstəvi başa düşəcəkdir. İmamın sözü qərinədir, amma burada yoxdur. Amma ayənin özünə baxsaz qərinəsiz vaciblik başa düşür. Mətləb vacib oldu. Bura qədər mətləb tamam oldu. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.